Hər vaxtınız xeyir olsun. Fiqur ardıcıllıqları mövzusunun izahına baxırıq. Fiqur ardıcıllıqlarında fiqur analogiyasından fərqli olaraq fiquru təşkil edən hissələr hər biri ayrı-ayrılıqda hərəkət edir. Yəni burada fiqur bütövlükdə yox, fiquru təşkil edən hissələr ayrı-ayrılıqda hərəkət etmiş olur. Fiqur analogiyasında isə bundan fərqli olaraq fiqur bütövlükdə hərəkət edirdi. Ya fiquru 90 dərəcə, 180 dərəcə aşırırdıq və yaxud da ki, ona bütövlükdə güzgü əməlini tətbiq eləyirdik. Burada isə fiqur ardıcıllıqlarında isə fiqurların hissələrinin ayrı-ayrılıqda hərəkətini izləməliyik. Məsələn, elə baxaq birinci suala. Birinci sualda bu kvadrat formasında olan fiqur özü ayrı bir hərəkət edir və onun üzərində olan dairə də ayrı-ayrılıqda hərəkət edirlər. Birinci fiqurdan ikinci fiqura gələndə görürəm ki, kvadrat 45 dərəcə saat əqrəbinin əksi istiqamətində fırlanıb. 45 dərəcə fırlanıb ikinci vəziyyətə düşür. İkincidən üçüncü vəziyyətə gələndə yenidən 45 dərəcə saat əqrəbinin əksi istiqamətində fırlanır və növbəti yenidən 45 dərəcə fırlanacaq və gəlib tam formada bir kvadrat almış olacaq. B variantı və D variantı bu səbəbdən yanlışdır. Və əgər diqqətlə baxsaq, qara hissə aşağıya düşəcək, zolaqlı hissə isə yuxarıda olacaq. Burada qara hissə sağdadır, burada isə qara hissə yuxarıdadır. Bu səbəbdən doğru cavab E variantı olur. Dairə isə özü saat əqrəbi istiqamətində aşağı fırlanır. Yəni hər dəfə bu fiqur yuxarı istiqamətdə hərəkət edəndə, yəni saat əqrəbi istiqamətində hərəkət edəndə, dairə isə saat əqrəbinin əksi istiqamətində aşağı fırlanıb düşür. Yəni sualda da bir gəlib aşağıda, fiqurun aşağısında dayanmış olacaq. Elə Y variantındakı kimi. İkinci sualda fiqur özü bütövlükdə necə hərəkət edir? Burada ağların mövqeyinə baxsam əgər, bu ikisi yan-yanadır. Burada da bu ikisi yan-yanadır. Bu fiquru götürüb 1.90 dərəcə saat əqrəbi istiqamətində aşırsam, gəlib bu vəziyyət almış olacaq. Deməli, yenidən sualın yerinə düşəcək fiquru almaq üçün mən bunu 90 dərəcə saat əqrəbi istiqamətində, saat əqrəbinin hərəkət istiqamətində fırlatmalıyam. Onda yeni bu yan-yana olan ağlar sol tərəfdə dayanmış olacaq, ikisi də sağ tərəfdə dayanacaq. Bu ağlar isə üst və altda, sağ hissədə həmin B variantındakı formada dayanmış olacaqdır. Səbəbdən doğru cavab olur B variantı. Üçüncü sualda görürəm ki, A bir dəfə buradadır, sonra gəlib bura, keçib bu tərəfə. Deməli, hər dəfə yerini dəyişir. Həmçinin də B bir dəfə buradadır, sonra gəlib yuxarı. Hər bir hissəyə, deməli, fiqurun daxilində olan hər bir hissəyə ayrı-ayrılıqda baxmalıyam. A buradadır, sonra bir vahid aşağı keçib, bir vahid yerini dəyişib, burada da dəyişib. İndi növbəti fiqurda yerini dəyişib bu hissəyə gəlməlidir. Bu hissədə C yazılıb səhvdir. Burada heç nə yazılmayıb. Burada A-nın yeri yenidən öz yerində qalıb yanlışdır. Burada da A başqa yerdədir, yanlışdır. Elə B variantı bir dənə A-nın yerinə baxmaqla tapmış oluruq. Amma digərlərinə də baxaq. Məsələn, B bir dəfə buradadır. Sonra 2 vahid bir xana ötürüb keçib bu birisinə, bir xana ötürüb keçib bura. Yenidən bir xana ötürüb bura gəlib və növbəti bir xana ötürüb bu tərəfə gəlməli idi. Elə variantda da o buradadır. C-nin yerinə baxmış olsaq, C buradadır. Sonra gəlib bu tərəfə bir xana ötürüb keçib sola, yenə bir xana ötürüb keçib saat əqrəb istiqamətində hərəkət edir. Bir xana ötürür gəlir bu xanaya, bir xana ötürüb bu hissəyə gəlməlidir. O da elə B variantındakı formadadır. Daha sonra baxa bilərik 6-cı suala. Bəzən də elə olur ki, fiqurların daxilində verilən hissəciklərin sayı arasında müəyyən bir ardıcıllıq olur. Burada qara hissələri saysam 4 qara var. Burada 1, 2, 3 qara var. Digərində 2 dənə qara hissəcik var və sualda da nə olmalıdır? 1 dənə qara hissə olmalıdır. Ona görə B variantı, Y və D variantları yanlış olur. Ağ hissələri saysam 1 ağ, burada 2 ağ, 3 ağ və nəhayət sualda isə 4 dənə ağ hissəcik olmalıdır. A variantına baxıram, 5 dənə ağ hissə var. Ona görə A yanlışdır, C variantı doğru olur. Boz hissələrdə həmçinin 1 boz, 2 dənə boz, 1, 2, 3 dənə boz. Sualda isə 4 dənə boz hissəcik olmalıdır.
4 ağ, 4 boz və bir dənə qara. Bu da doğru o şəkildə C variantında təsvir olunub. 7-ci sual. 7-ci sualda da fiquru təşkil edən hissəciklərə, fiqurun daxilində olan xətlərə ayrı-ayrılıqda baxmaq lazımdır. Məsələn, bu qalın xətt bir dəfə buradadır. Daha sonra bu hissəsi öz yerində qalır və onun uzunluğu bir vahid artır. Yəni, bu nöqtəsi bir vahid yerini dəyişir. Sonunda yenə uc nöqtəsi qalır və bu bir vahid yerini buradan bu tərəfə dəyişmiş olur. İndi sualda da nə olmalıdır? Uc nöqtə burada qalmalıdır. Yerini buradan bu tərəfə doğru dəyişməlidir. Yəni, belə bir hissə almalıyıq. B və C variantında doğru şəkildə qeyd olunub. A, D və Y variantını atırıq. Növbəti hissənin hərəkətinə baxıram. Bu hissə ucları buradadır. Daha sonra o uclarını bir vahid yerini dəyişib. Hər iki ucu buradan bura gəlib. Növbəti yenidən bir vahid dəyişərək gəlir. Bir nöqtəsi bura, bir nöqtəsi isə bura düşür. Və ən sonda yenidən bütün uclarını bir vahid hərəkət etdirsəm, biri gəlib burada dayanacaq, bu nöqtəsi də burada dayanmış olacaq və B variantındakı şəkil alınır. Bu səbəbdən də doğru cavab olur E variantı. Davam edirik. 8 də bundandır. 9-cu sualda həmçinin 9-cu suala baxaraq üst hissəsində olan bu fiqur necə hərəkət edir? Bir dəfə 90 dərəcə aşırmışıq və gəlib bu vəziyyət alıb. Bir dəfə də 90 dərəcə aşıranda gəlib bu vəziyyət alacaq. Sonuncu hissədə sual tələb olunan yerdəki fiqur almaq üçün bir dəfə də 90 aşıracağam və həmin hissə gəlib bu formada üstdə olacaq. Üst hissəsi ağ, aşağısı isə qara. Və baxıram ki, bu bütün variantlarda bu formada təsvir olunub. İkinci fərq bu hissədə görünə bilər. Məsələn, bu bir dəfə qara hissəsi soldadır. 1.90 aşırıb qara hissəsi keçib üstə. 1.90 aşıb qara hissəsi keçib sağ tərəfə. İndi növbətidə isə qara hissə harda olmalıdır? Qara hissə aşağı tərəfdə olmalıdır. Qara hissəsi aşağı tərəfdə olmayan variantları atıram. Əlimizdə A və Y variantları qalmış olur. Onunla da artıq bu hissənin hərəkətinə baxıram. Bir dəfə bu sol aşağı küncdədir. Qalxır, sol yuxarı küncdə. Bir dəfə də yerini bir vahid dəyişir, sağ küncə keçir. Yenə yerini bir vahid dəyişib hara keçəcək? Aşağı sağ küncə keçmiş olacaq. Y variantında yanlış təsvir olunub. A da doğrudur. Səbəbdən doğru cavab olur A variantı. 11-ci sualda. 11-ci sualda kürələrə diqqət yetirsək, görərik ki, ağ kürə birinci buradadır. Sonra bir vahid yerini dəyişib bura keçib, bir vahid yerini dəyişib. İndi sualda da bu hissədə olmalıdır. Və baxıram ki, Y və C variantında üst hissədə deyil. Daha sonra qaraların hərəkətini nəzərə yetirmiş olsaq, görərik ki, bu qaralar əslində iki hissə kimi hərəkət edirlər. Biri içəridən hərəkət edir, bir hissəsi də çöl tərəfdən hərəkət edir. Yəni fiqurun xaricində. İçəridəki hissə bir vahid sağa yerini dəyişir. Baxın, bir vahid yerini dəyişdi, gəldi bura. Sonra bir vahid yerini dəyişir, gəlir bura. Növbətdə isə bir vahid yerini dəyişib gəlməlidir bu hissəyə. Yəni içəridə qara bir hissəcik alınmalıdır. Burada içəridə qara hissəciyi görmürəm. O ya A variantındadır, ya da D variantındadır. İndi növbəti bu çöldə olan qaranın hərəkətinə baxıram. Bu hər halda bura hərəkət edib, gəlib ağın altında gizlənib. Növbəti dəfə hərəkət edəndə gəlib buradadır. İndi bir dəfə də hərəkət eləsə, gəlib bu formada qara düşmüş olacaqdır. Ona görə də belə bir hissə yox, A variantındakı hissə alınmış olur. Ağ və qara hissəciklər artıq gəlib sual tələb olunan fiqurda üst-üstə düşür. Daha doğrusu qara dairənin hissəcikləri, hissələri. 13-cü sual. 13-cü sualda fiqurların vəziyyətinə baxırıq. 1, 2, 3 və 4 formasında nömrələsəm, birinci fiqur hansı? Burada olur 4, 1, 2 və 3. Növbəti olur 3, 4, 1, 2. Sualda isə olmalıdır 2, 3, 4 və 1. İkinci fiqur, yəni bu formada olan fiqurla başlamalıyıq. A və B variantları gedir. Bu formada olan fiqurdan sonra gəlir 3 nömrəli fiqur. Yəni
Dördgüşəli ulduz D variantında o yoxdur. Həmçinin Y variantında o yoxdur. Növbəti gəlir 4 nömrəli, yəni düzbucaqlı, sonra isə ox formasında, bu da C-də doğru formada təsvir olunub və hər dəfə içlərində olan xətlər də dəyişir. Birində ziqzaq var idi, üfüqidir, birində şaqul idi, birində də nöqtəvari hissələrdir. 15-ci sual qəbul sualı olub. Bu sualda qanunauyğunluq nədən ibarətdir? Baxırıq ki, burada toplama, çıxma və vurma əməlidir. Növbətidə isə toplama, vurma və çıxmadır. Yəni bunların yeri öz aralarında nə edir? Dəyişir. İkincidən üçüncü şəklə keçəndə isə aşağıdakı çıxma qalır, toplama ilə vurma öz aralarında yer dəyişir. Deməli, bir dəfə sağ tərəflər yer dəyişir, bir dəfə üst tərəflər. İndi baxıram ki, burada nə baş verib bəs? Toplama ilə çıxma yerini dəyişib. İndi nə olmalıdır? Vurma ilə çıxma yerini dəyişməlidir. Yəni çıxma, vurma, aşağıda isə toplama olmalıdır. Çıxma, vurma, aşağıda da toplama C variantında verilib. 16-da fiqurun hissələrinə ayrı-ayrılıqda baxıram. Bu qara qalın xətt. Buradan gəlib keçib bura. O neçə dərəcə hərəkət edib? Baxın, buradan bura gəlsəydi 90 dərəcə olardı. Buradan da bura 90-ın yarısı qədər gəlib. Yəni 135 dərəcəli bir dönmə baş verib. Deməli, qalın qara xətt 135 dərəcə bucaq altında fırlanır. Təzədən bu növbəti 135 fırlanıb gəlib bura. 135 fırlanır, bura gəlir və suala da 135 fırlanıb hara gələcək? Aşağıya doğru gəlib belə bir hissə alınacaq. Bu Y variantında, C variantında düzgün formada göstərilməyib. Ya A-dır, ya B, ya da D. İndi digər qırıq-qırıq xəttə baxıram. Qırıq-qırıq xətt bir dəfə buradadır. Daha sonra 1.45 hərəkət eləyib geriyə bu formaya düşüb. Yenə 1.45 hərəkət eləyir. 1.45 buradadır. Yenidən 1.45 dərəcə hərəkət eləyib sağ tərəfdə dayanacaq. Bu da B variantında doğru şəkildə qeyd olunmayıb. A və D qaldı. Sonra bu xəttə baxıram. Bu xətt buradadır. Növbəti keçib bura. 135 dərəcə saatın əksinə hərəkət edib. Sonra keçib bura. Növbəti də keçib bu tərəfə. Və sual tələb olunan yerdə də hara keçməlidir? Bu formada dayanmalıdır. Bu da düzgün formada D variantında göstərilib. Doğru cavab olur D variantı. 18-ci sual. 18-ci sualda üçbucaqlar bir-birinə doğru yaxınlaşır və onların yaxınlaşmalarına baxmış olsaq əgər, nə qədər təxminən bu qədər məsafə bir-birinə yaxınlaşır. İndi sual tələb olunan yerdə də onlar bir-birinə yaxın olmalılar. Bu xətt isə ikinci üçbucağın üzərindədir. Burada birinci üçbucağın üzərindədir. Səhvdir. Burada da baxın birinci üçbucağın üzərindədir bu xətt. Ona görə səhvdir. Həmçinin də C variantında. Ya A variantıdır, ya da B variantıdır. Burada isə hərəkətə baxmaq lazımdır. Bunlar bir-birinə təxminən bu qədər yaxınlaşdılar. İndi növbəti yenə bir-birlərinə yaxınlaşanda ya A ya da B-dəki forma alınır. Bu A ola bilməz. Çünki növbəti addımda, bu üçüncüdən də dördüncüyə keçiddə onlar artıq bir-birinə yaxınlaşıb üst-üstə düşür. Burada bu boyda bir məsafə var. Axı o məsafəyə qədər hərəkət etmirlər. Bunlar təxminən, yəni bu qədər məsafə bir-birinə yaxınlaşırlar. Bu səbəbdən də A variantındakı məsafə çox olduğuna görə B variantı ən düzgün variant olmuş olur. 20-də yenidən biz fiqurların hər birinin hissəsinə ayrı-ayrılıqda baxırıq. Məsələn, pilusu götürürəm. Pilus buradadır. İkinci şəkildə pilus itib. Üçüncü şəkildə gəlib bura düşüb. 4-də qalxıb yuxarı. Bəs necə oldu o itdi? Çünki bu zolaqlı hissənin altında qaldı. Şəklə nəzər yetirsək, bu ardıcıl formada verilən şəkillərdə heç vaxt bu üfüqi formada verilən zolaqlar itmir. Yəni onların yeri dəyişilməz qalır. Bu üfüqi zolaqlar bir dəfə buradadır. Sonra gəlib yerini bir dəyişib aşağı keçib. Sonra yerini dəyişib bura gəlib. Növbəti buradadır. İndi sonda isə bu hissədə olmalıdır. Y variantında bu hissədə yoxdur. C-də bu hissədə yoxdur. A, B və D variantı ola bilər. Keçirəm növbəti digər hissələrə. Məsələn, adi baxaq ulduza. Ulduz bir dəfə buradadır. Sonra keçib sol tərəfə.
Keçib aşağı burada olub amma görünmür. Buradadır. İndi keçməlidir bu tərəfə. Ulduzun orada olmadığı variant A-nı atıram. Ulduz buradadır, buradadır. Baxa bilərəm qara dairənin yerinə. Qara dairə hal-hazırda bu hissədədir. Bu hissədədir. Sonra keçib sol tərəfə. İndi sola keçib yenidən aşağı gəlməlidir. Aşağıda qara dairə olmalıdır. Bu da B variantında üçbucaq verilib. Qara dairə aşağıda D variantında doğru formada təsvir olunub. Növbəti baxa bilərik, məsələn, 25-ə. 25-də də fiqurların hissələrinə yenidən ayrı-ayrılıqda baxırıq. Belə bir hissə hardadır? Belə bir hissə keçib sağ tərəfə, birinci şəkildən ikinci şəkilə keçəndə sağ tərəfə yerini dəyişib. Yenidən bir vahid yerini dəyişib bura gəlib və növbəti yerini dəyişib bu hissəyə gəlməlidir. Bu hissədə görmürəm. Y variantında həmin hissəni görmürəm. Burada da gəlib yuxarı çıxıb həmin hissə. Olmaz. Aşağıda bax buralardakı kimi qalmalıydı. Növbəti digər hissəyə keçirəm. Bax bu hissə. Bu hissə hara gəlib? Bu hissə keçib bu tərəfə. Güzgü verir, keçirir sola. Növbətidə gəlib bu hissəyə. Və yenidən hara gəlməlidir? Baxın, bu hissəyə gəlməlidir. Buradakı kimi, bu şəkildəki kimi. Bu B variantında həmin hissədə yoxdur. Ona görə B yanlış olur. Digərinin də hərəkətinə baxaq. Bu hissə. Növbətidə gəlir, keçir bu hissəyə. Yəni bir vahid yerini dəyişir. O birisində gəlir, qalxır yuxarı bu hissəyə. Növbəti də gəlib hansı hissəyə keçməlidir? Bu hissəyə. Gəlib bu hissəyə keçir. Bu səbəbdən də doğru cavab olur elə D variantı. 26-da. 26-da fiqurların hissələrinə baxıram. Nöqtələrə baxıram birinci. 1 nöqtə, 2 nöqtə, 1, 2, 3 nöqtə. 1 nöqtə, 2 nöqtə. Burada nə olmalıdır? 3 nöqtə olmalıdır. 2 nöqtə var, 1 nöqtə var. Atıram. 2 dənə xətt. 1 xətt. 2 xətt, 1 xətt. 2 xətt, növbəti nə olmalıdır? 1 dənə xətt olmalıdır. Burada 2 dənə xətt var. İndi yuxarılara baxıram. Buradakı xətt 1-dir. Buradakı xətt 1, 2 və 3-dür. Buradakı xətt 2-dir. 1, 3 və növbəti nə olmalıdır? 2 dənə xətt olmalıdır. Burada bir dənə xətt var. Burada isə 2 dənə xətt var. O səbəbdən doğru cavab B olur. 28. 28-də bunun tərəflərin sayı, xəttlərin sayı 2-dir. Xəttlərin sayı 3, xəttlərin sayı 5, xəttlərin sayı 8. Buna həm normal ardıcıllıq, həm də Fibonacci formasına baxmaq olar. Görək Fibonacci formasına cavab varmı? 2 ilə 3-ün cəmi bizə 5 verir. 3 ilə 5-in cəmi bizə 8 verir. Növbəti də 5 ilə 8-in cəmi nə olmalıdır? 13 olmalıdır. Amma baxıram ki, variantlarda 13 xəttdən ibarət olan bir fiqur yoxdur. Onda bu ardıcıllığa başqa formada baxıram. Necə baxa bilərəm? 2-dən 3-ə artım nədir? 1 artım var. 3-dən 5-ə 2 artım var. 5-dən 3-ə, 5-dən 8-ə 3 artım var və növbəti 4 vahid artım olmalıdır. Yəni hər dəfə xəttlərin sayı bir vahid artmış olur. Bu da 12 dənə xəttdən ibarət bir fiqur olmalıdır. Bu da D variantında təsvir olunub. Baxa bilərik 30-cu suala. 30-cu sualda ardıcıllığa nəzər yetirsək, görərik ki, qaralar hər dəfə bir vahid yerini dəyişir. Sağ tərəfə, sadə qələb istiqamətində yerini dəyişir. Lakin sadəcə olaraq yerini dəyişməklə qalmır, həm də bu rəngini dəyişən fiqurlar ki var, bu fiqurlar, o fiqur həm də formasını dəyişir, əksinə çevrilir. Ona görə deyirik ki, fiqurlar hər dəfə yerini dəyişəndə, baxıram buna, görürük ki, bu formasını da dəyişib. İndi suala, amma qalanları öz yerində olduğu kimi qalıb. İndi suala tapanda bu qara rəng öz rəngini ötürəcək sağ tərəfdəkinə, yəni buradakı kimi qara hissələr alınacaq. Öz forması olduğunun əksinə dəyişəcək, yəni belə bir hissəyə düşmüş olacaq. O hissə A-da olduğu kimi qalıb, C-də olduğu kimi qalıb, B, D və Y-də dəyişib. Amma burada
görürük ki, nə fərq var? Bu hissə olduğu kimi qalmalıydı. Burada tərsinə verilib. B variantı yanlışdır. Həmçinin ikinci hissə olduğu kimi qalmalıydı. Amma burada nə edib? Tərsinə çevrilib. D variantı da yanlışdır. B variantı tamamilə doğrudur. Formasını dəyişən fiqur rəngini dəyişən fiqurdur. Rəngini ötürür, həmçinin də formasını, əksini dəyişir. Qalanlarında heç bir dəyişim baş vermir. Növbəti 33. 33-cü sualda fiqurların hər birinin hissəsinə nəzər yetirəm. Fiqurun daxilində belə bir hissə var. O öz yerini bir vahid aşağı dəyişir. İkincidə birdən ikiyə keçəndə. Növbəti keçiddə öz yerini bir vahid sağa doğru dəyişir. Daha sonra bir vahid aşağı doğru dəyişir. Növbəti nə etməlidir? Yerini bir vahid sağa doğru dəyişməlidir. Mən həmin hissəciyin bir vahid sağa doğru sürüşmüş vəziyyətini yalnızca A variantında görürəm. Digər variantlar bu dəyişməyə uyğun deyil. Bu səbəbdən doğru cavab A olur. 34-cü sualda fiqurların hissələrinə baxıram. Burada 8 dənə fiqur təsvir olunmalıdır. Onlar cüt-cüt bölünməlidirlər. Məsələn, bu hissə ağdır. Ağların sayı 1, 2, 3, 4 dənədir. 4 ağ varsa, 4 dənə də qara olmalıdır. Qara, qara, qara. Növbəti fiqurun üst hissəsi nə olmalıdır? Qara olmalıdır. Burada ağdır. Bu getdi. Həmçinin sol tərəflərinə baxıram. Bir dənə ağdır. Sol tərəflərdə 2 ağ, 3 ağ və 4 dənə ağ. Qaralara baxsaq əgər, bir qara, 2 qara, 3 qara və növbəti də qara olmalıdır. Amma C variantına baxıram ki, bu ağdır. Getdi. Sağ tərəflərə baxsaq. Qara, 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 bu da qara. 4 dənəsi qaradırsa, 4 dənəsi də ağ olmalıdır. 1 ağ, 2 ağ, 3 ağ, onda növbətisində də ağ olmalıdır. Burada qara verib. D variantı yanlışdır. Ya B'dir, daha doğrusu ya A variantıdır, ya da Y variantıdır. Onda bu hissələrə baxaq. Bu hissələrdən tapa bilərik. Onda həmin hissələrə nəzər yetirək. Bu hissə qaradır. Sonra burada ağdır. Burada qaradır. Ağdır. Ağ. Ağ və qara. Qaralar nə qədərdir? 3 dənə qara var, 4 dənə ağ var. Onda belə çıxır ki, növbəti hissədə nə olmalıdır? Qara olmalıdır. Yəni A variantındakı kimi burada isə həmin hissə ağ verilib. Y yanlış olur. 36-cı sual. Bu tipli suallarda əgər istiqamətlər eyni verilibsə, yəni müxtəlif istiqamətlər verilir və içərisində təkrarlanan istiqamətlər varsa, onda həmin təkrarlanan istiqamətlərin yerinə görə təyin edirik. Burada təkrarlananlar neçəncidir? Birinci və üçüncü. Təkrarlananlar ikinci və dördüncüdür. Təkrarlanan 1 və 4-dür. Növbətisində 2 və 3-dür. 3 və 4-dür. Sualda isə nə olmalıdır? Baxsaq əgər 1, 3, 1, 4, 2, 3, 2, 4, 3, 4. Nə olmalıdır? 1, 2 və 3 ədədlərindən düzələn ardıcıllıq bu formadadır. 1, 2, 1, 3, 1, 4, 2, 3, 2, 4, 3, 4. Əlimizdə olanlar çıxsaq əgər, burada olmalıdır birinci və ikinci. Deməli, birinci və ikinci fiqurlar eyni istiqamətə baxmalıdır. A variantında fərqli istiqamətdir, Y variantında fərqli istiqamətdir. B, C, D variantlarından biridir. İndi baxıram, hansı oxlardır? Yuxarı baxan ox, təkrarlananlar, sağa baxan ox, sola baxan ox. Sağa baxan, yuxarı baxan, növbəti nə olmalıdır? Sola baxan ox olmalıdır. Çünki hərəsindən 2 dənə. Sola baxan oxun da təkrarlandığı variant B variantıdır. Burada yuxarı baxanlar təkrarlanır, bu da lazım deyil. Burada isə sağa baxanlar təkrarlanır, bu da lazım deyil. B variantı doğru cavab olmuş olur. 37-ci sualda qayda nədən ibarətdir? Burada verilən fiqurlar bir-birinin güzgüsüdür. Güzgü formada baxsaq, bunların hər biri rəqəmlərdir. 1, bu olur 2 və onun güzgüsü. Bu olur 3 və 3-ün güzgüsü. 4, 4-ün güzgüsü. Növbəti 5, buradakı 6,
Bu 7 və növbəti nə olmalıdır? 8 və 8-in güzgüsü də elə özüdür. Doğru cavab C variantı olmuş olacaqdır. Davam eləyək. 41-ci sual məsələn. 41-ci sualda hərəkət hansı formada olur? Bax, bu kiçik hissələrə baxmaq lazımdır. Bu kiçik hissəcik buradan gəlib bura. Növbəti keçib bura, sonra gəlib bura. Sonra yerini belə dəyişib. Birinci formadan ikinci formaya keçəndə o çubuq neçə dərəcə hərəkət edir? Buradan bura gəlibsə, burada 90 dərəcəlik bir dönmə var. İkincidən üçüncüyə gedəndə buradan bura gəlibsə, 135 dərəcəlik dönmə var. Növbəti buradan aşağı keçibsə 90 dərəcə. Buradan yuxarı qalxıbsa 135 dərəcəlik dönmə var. 90, 135, 90, 135 və növbəti 90 dərəcə saat əqrəbinin əksi istiqamətində fırlanma olacaq. O da harasa gəlib belə bir forma alacaq. Y variantında düzgün formada qeyd olunub. Baxa bilərik 44-cü suala. 44-də nə idi? Yuxarıdakı hissələr, kvadratlar ilk öncə yuxarıdadır. Sonra keçib sol tərəfə və yenidən sol tərəfdə qalıb. Növbəti aşağı keçib və sualda da harda qalmalıdır? Aşağıda qalmalıdır. C-də, D-də və Y-də fərqli yerlərdədir. Ya A ya da B-dir. İndi içəridəki oxlara baxıram. Ox bir dəfə soldadır, indi sağdadır. Yuxarıdadır, növbəti aşağıdadır. Sağdadır, harda olmalıdır? Sol tərəfdə olmalıdır. A variantı doğru cavab olacaq. Baxaq 47-yə. 47-də birinci xətt buradadır. İkinciyi keçib bura, bir dənəsini boş qoyub. Yəni özündən sonraki buradaydı, keçdi bura. İndi buranı boş qoydu, keçib sağ tərəfə. 1, 2 dənəsini boş qoyub, keçib üçüncüyə. Növbəti nə etməlidir? 1, 2, 3 dənəsini boş qoyub, dördüncüyə keçməlidir. Yəni sağ tərəfdə belə bir ox alınmalıdır. O da C variantındadır. Hər dəfə birincidə bir xana hərəkət eləyir. İkincidə 2-dən 3-ə keçəndə 2 dənə xana gedir. Növbəti də 3 dənə xana hərəkət eləyir. Sonda isə 4 xana hərəkət eləyir. Yəni 3 dənəsini boş qoyub 4-cüyə keçir. 50-ci sual. 50-ci sualda fiqurun daxilində olan fərqli balaca hissəciklər hər biri ayrı-ayrılıqda hərəkət edir. Ağ kvadrat bir dəfə yerini dəyişib aşağı doğru gəlib bura. Sonra yenə aşağı doğru yerini dəyişib gəlib bura. Hər halda o qara kvadratın altına düşüb deyə görünmür. Növbətdə yenə bir vahid aşağı düşüb gəlib bu hissədə dayanmış olacaq. Yəni A variantı və B variantı yanlış olur. Baxaraq kvadratın yerinə. Kvadrat bir dəfə buradadır. Növbəti yerini 2 vahid dəyişdi, gəldi bura. Yenidən 2 vahid yerini dəyişib bura gəlir və yerini 2 vahid dəyişib bu hissəyə gələcək. Burada baxıram D variantında yoxdur. Ya C ya da Y variantı qalır. Qara dairənin yerinə görə təyin edə bilərik. Qara dairə bu hissədədir. Sonra bir vahid sola keçib gəlib bura. Bir vahid yerini dəyişib qalxıb yuxarı. Yenidən bir vahid yerini dəyişib bu hissəyə, yəni aşağıdan 3-cü xanaya gəlməlidir. Bu da C variantında doğru təsvir olunub, Y variantı yanlışdır. 53-cü sualda bayaq qeyd etdiyimiz sual kimidir. Burada təkrarlanan hissələrə baxmaq lazımdır. İkinci və dördüncü təkrarlanır. İkinci və üçüncü, 1 və 4, 1 və 3, 1 və 2. Təkrarlananlar 2, 4, 2, 3, 1, 4, 1, 3, 1, 2-dir. Növbəti hansı olmalıdır? 3 və 4 olmalıdır. 3 və 4 təkrarlanmalıdır. Bu səbəbdən A variantı və D variantı gedir. Bəs təkrarlananlar nədir? Buradakı uzun xəttdir. Buradakı dalğavaridir. Bu da qırıq-qırıq xəttlərdir. Dalğavari, uzun xəttlər. Növbəti nə olmalıdır? Hər birindən 2 dənə olmalıdır deyə. Burada dalğa, daha doğrusu qırıq-qırıq xəttlər olmalıdır. C variantı doğrudur. Burada təkrarlanan uzun xəttlərdir. Burada isə dalğavari xəttlərdir. Bu səbəbdən yanlış olur. 56. 56-da burada hissəciklər, qara, boz hissəciklər hər biri hərəkət edir.
Birinci boz hissəciyi buradadır. Sonra o yerini dəyişir bir vahid aşağı, sağ tərəfə doğru. Keçir bura. Sonra buradadır. Növbəti gəlir bura və ən sonda harda olmalıdır? Bu F-in yerində olmalıdır. Burada olmalı. Burada bunun üstü açıq qalıb olmaz. Burada da bunun üstü açıq qalıb olmaz. Digərlərində bozların yerinə baxıram ki, Y və D variantında eynidir. Onda biz artıq bozların mövqeyinə yox, hərflərin mövqeyinə baxaq. Hərflərin mövqeyinə baxsam, hər birinin özünə məxsus yeri var. Məsələn, A buradadır. A buradadır. Daha sonra buradakı üçüncü olan K'dır. Amma burada gətirib üçüncünün yerinə D yazıblar. Burada K olsaydı düzgün olardı. Ona görə A variantı yanlışdır. Birincidə dayanan Y'dir. Bu hissədə aşağıdan üçüncüdə dayanan ortadakı üçüncü sıradakı K'dır. Ən sondakı isə buradan da görünür ki C'dir. Doğru cavab elə Y variantı olmuş olur. 60-cı suala baxaq. 60-cı sualda fiqurların tərəfləri də dəyişir və onların daxilində olan nöqtələr də dəyişir. Aşağıdan fiqurların tərəflərini yazıram. 3, 4, 4, 6, 5 və 8. Yuxarıdan isə onların daxilində olan dairələri yazıram. 5, 1, 6, 3, 9 və 6. 2, 4, daha doğrusu bu 7'dir. Dairələrin sayı 7'dir. Sualda nə olmalıdır? Hansı fiqur olmalıdır və daxilində nə qədər kürə olmalıdır? Bu ədədlərə baxsam, bu ardıcıllıqda axı bunlar arasında müəyyən bir ardıcıllıq var. 5, 7, 9 və növbətidəki kürələrin sayı nə olmalıdır? 11 olmalıdır. 11 kürə. Bəs Fiqurda isə 3 bucaq, 4 bucaq, 5 bucaq, növbətisində isə 6 bucaqlı olmalıdır. 6 bucaqlı və daxilində 11 kürə olan variant lazımdır bizə. Bu da A variantında doğru formada qeyd olunub. Digərinə də baxsaq 4, 6, 8. Necə ki fiqur ardıcıllığıdır. Bu fiqur ardıcıllıqlarının daxilində də biz paralel, həmçinin Fibonacci ardıcıllıqlarına rast gəlirik. Baxaq məsələn 69-cu suala. 69-cu sualda hər hissəciyin hərəkətinə ayrılıqda baxaq. Birinci dəfə bu ulduz formasında olan hissə sola doğru yerini dəyişib. Daha sonra aşağı gəlib, indi növbəti keçməlidir sağ tərəfə. Bu hissə yuxarıda qalıb, burada yuxarıda qalıb, burada da yuxarıda qalıb. D və Y variantında isə həmin hissəcik sağ tərəfdədir. Növbəti nəyə baxmalıyam? Bu şimşəyə. Bu şimşək bir dəfə buradadır. Sonra o şimşək yerini sanki bir vahid dəyişib oxla əvəz olub. Yerini bir vahid dəyişib yenidən şimşək olub və yerini bir vahid dəyişib oxla əvəzlənəcək. Ona burada şimşək olmamalıydı, ox olmalıydı. Y variantı doğru cavab variantı olacaqdır. Da baxa bilərik nəyə? 79-cu suala. 79-cu sualda da hər bir hissənin ayrı-ayrı hərəkətini izləyirik. Bu hissə düşür aşağı, bir vahid yerini dəyişir. Sonra keçir sol tərəfə, qalxır yuxarı tərəfə. İndi keçməlidir hara? Sağ tərəfə doğru yerini dəyişməlidir. B, Y və C variantında sağ tərəfdə deyirlər. A və D variantı qaldı. Burada fərqli olan D variantı yanlış olacaq. Çünki burada əslində o ulduz formasında olan bir hissəcik olmalıydı. Çünki yuxarıdakı ardıcıllıqlara baxıram, fiqur ardıcıllıqlarına. Onlarda bütün hissələr olduğu kimi qalıb. Və yaxud da ki elə ulduzun mövqeyinə görə tapa bilərəm. Ulduz bir dəfə buradadır. Sonra sola keçdi. Yuxarı qalxdı. Sağa keçdi. İndi nə olmalıydı? Sağ aşağı tərəfə düşməlidir. Elə A variantındakı kimi. Bu səbəbdən doğru cavab A variantı olacaqdır. 82-ci sualda. 82-ci sualda
4 dənə ağ hissəcik olub 3 dənə ağ, 2 dənə ağ, növbətdə isə 1 dənə ağ hissəcik olacaq. Ona görə Y variantı yanlış olur. Sonra onun sağ tərəfində olan bu hissəciklərə baxıram. Bu dördbucaqlara. Bu hissəcik sanki bir dəfə belə aşırırıq, gəlib qalxır yuxarı. Tutub, yəni bu ucundan tutub yuxarı qaldırırıq. Sonra bu ucundan tutub təzədən yuxarı qaldıranda gəlir bu formaya düşür. Bunu da təzədən bu ucundan tutub yuxarı qaldıranda gəlib burada belə bir hissə alınmalı idi. O hissənin variantları da axtarıram. Bu hissə yuxarıda birbaşa bu formada düşüb. Axı bir dəfə üfüqi, bir dəfə şaquli formada dayanır. Burada şaquli formada dayanıb, yanlışdır. Burada gedib çox uzağa düşüb, yanlışdır. Burada da öz yerində, yəni olduğu hissədə qalıb, düz qalıb. A variantı bu səbəbdən yanlışdır. Doğru cavab B variantı olacaq.